Salam 44 kanalının dəyərli izləyiciləri, yadınızdadırsa 2 il bundan qabaq Honda Insight-ın ikinci nəsli haqqında video çəkmişdik. Ona da baxmaq istəsəz kanalın sağ üst küncündən baxa bilərsiniz. Bu dəfə isə sizin qarşınızda Honda Insight-ın 3-cü nəslidir. Bu avtomobillər 2018-ci ildən 2022-ci ilə kimi istehsal olunublar. Mən fikirləşirəm ki, əslində Honda başqa bir model istehsal eləmək istirdi, lakin son anda fikirlərini dəyişib bu maşının adını Insight qoyublar. Çünki ikinci nəslin istehsalı 2014-cü ildə dayanmışdı və 4 il fasilədən sonra Honda Insight gəldi. İkinci bir səbəb də ki, mən niyə belə fikirləşirəm? Bayaqdan bu maşına biraz baxış keçirtmişəm və hiss elədim ki, ikinci nəsil Insight ilə üçüncü nəsil Insight-ın arasında demək olar ki, yerlə göy qədər fərq var. Az sonra daha detallı bu barədə danışacağıq. Elə ilk əvvəl avtomobilin xarici görünüşünə baxaraq bu avtomobilin yəni ikinci Insight-dan necə fərqli bir maşın olduğunu görə bilərsiniz. Yəni avtomobil öz qiymətindən hətta biraz bahalı maşınlara da oxşayır. Mən bu maşını hətta Accorda çox oxşadıram, hansı ki özündən bir sinif üstün bir avtomobildir. Yəni dizaynerlər bu avtomobilin üstündə xeyli işləyiblər. Yapon avtomobillərinə məxsus olaraq Hondaların boya təbəqələri zəif olur və uzun illər ərzində olur ki, boyada müəyyən defektlər olur. Lakin bu avtomobillər hələ ki təzədir, ona görə yəni boyada hələ ki ciddi defektlərə rast gəlmək olmur. Insight-ların 3-cü nəslinin 3 ədəd komplektasiyaları olur. Baza LX komplektasiyası, orta komplektasiya YX və ən üst komplektasiya Touring. Bizim avtomobilimiz Touring komplektasiyasıdır. Touring komplektasiyasında artıq 17-lik disklər olur. Bu avtomobildə gördüyünüz kimi adaptiv cruise control, zolaq tutma və bunun kimi funksiyalar olur. Avtomobilimiz lükla təchiz olunub. Hətta baza komplektasiyasında belə artıq LED tipli ön işıqlar istifadə olunur və duman işıqları da bu avtomobildə var. Yadınızdadırsa ikinci nəsil Honda Insight hatchback ban növündə idi, lakin bu avtomobillər artıq sedan ban növündədir. Yəni bagaj qapağı arxa şüşə ilə birlikdə açılmır. Avtomobilin arxa işıqları da LED tiplidir, yalnız dönmə işığından başqa. Bagaj qapağı həm bagajdan açılır, həm açardan, həm də salondan aça bilirsiniz. Bagajı olduqca genişdir, 428 litrdir. Bagajın altında düzdür ehtiyat təkəri yoxdur, orada da bir boşluq var, hansı ki kiçik əşyalarınızı qoya bilərsiniz. Bundan əlavə əgər 428 litr sizə bəs eləməsə, arxa oturacaqlar da bu dəstəklər vasitəsilə qatlanır və daha böyük bagaj əldə edə bilərsiniz. Insight-ın salonundayam. Yəni ikinci nəsil Insight-la bu Insight salonunda yəni çox ciddi fərqlər var. Yəni o Insight-ın daş salonu yadımdadır, amma buradakı artıq yumşaq materiallardan istifadə olunub. Bu hissələr məsələn dəri üzlənib, sükan tamamilə yəni belə həm keyfiyyət baxımından, həm də ələ oturmağı baxımından daha ergonomikdir. Yəni baş məsafəsi, diz məsafəsi, yəni hər şey yaxşıdır, salon genişdir. Deməli sükanda multimediyanın düymələri, eyni zamanda cruise controlun düymələri var. Qeyd edim ki, bu avtomobildə həm aktiv cruise control var, yəni öndəki avtomobilin sürətinə əsasən öz sürətini tənzimləyə bilir. Zolaq tutma funksiyası var. Dəridir bu komplektasiyada. Qeyd eləmişdim ki, bizim avtomobilimiz yüksək komplektasiyadadır, Touring komplektasiyası. Lakin baza komplektasiyada artıq parça oturacaqlar olacaq. Əlavə ikinci nəsil Insight-dan fərqli olaraq burada artıq rəqəmsal cihazlar paneli var. Düzdür, sağ tərəfdə yenə speedometr analoq şəkildədir, lakin sol tərəfdə artıq hibrid sisteminin monitoru yer tutur. Monitorumuz 8 düymlükdür. Baza komplektasiyada 5 düymlük monitor olur. Android Auto və CarPlay dəstəkləyir. 216 klimat kontrol var, 2 ədəd USB çıxışı, 12 voltluq soket var. Telefon qoymağınız üçün belə bir yer var. Burada artıq sürətlər başlığının klassik tutacağı yoxdur, düymələrlə idarə olunur. Elektrik modu, sport mod, ekonom rejimləri var. Dirsəkahlığı olduqca genişdir. Həm də bu şəkildə açılır. Yenə qeyd eləmək istəyirəm ki, yəni ikinci nəsil Insight-a baxanda bu maşının salonu olduqca yüksək səviyyədədir.
Yəni hiss olunur ki, mühəndislər burada ciddi işlər görüblər. İkinci nəsil Honda Insight-ın arxa oturacaqları olduqca dar idi, mənim yadımdadır. Lakin burada gördüyünüz kimi, yəni qabaq oturacaq mənim boyuma görə tənzimlənib 175 sm. Kifayət qədər geniş diz məsafəm var, baş məsafəm də var. Yəni artıq bu nəsil Insight-ın arxa oturacaqları olduqca rahatdır. Mərkəzdə tunel var, düzdür, çox hündür deyil. Yəni üçüncü şəxs də burada rahat otura biləcək. Burada artıq dirsək altlığı da nəzərdə tutulub, hansı ki ikinci nəsildə yox idi. 2 ədəd stəkanlıq da var. Baxmayaraq ki, avtomobilimiz yüksək komplektasiyadadır, lakin arxada hava deflektorları və ya USB çıxışları yoxdur. Bir ədəd burada cip var, hansı ki orada əşyalarınızı qoya bilərsiniz. Eyni zamanda qapı kartellərində də əşyalarınızı qoymaq üçün yer nəzərdə tutulub. Pop it. Pop it. Pop it. Üçüncü nəsil Insight-ın kapotunun altında yalnız bir ədəd mühərrik var. 1.5 litrli hibrid mühərrikidir. Bu motorun kodu LYB-dir. Burada bir ədəd benzin mühərrikidir, 1.5 litrli 4 silindrli atmosferik, 2 ədəd də elektrik mühərriki var, hansı ki biri benzin mühərrikinin enerjisini ötürür batareyalara, batareyaları şarj eləyir, digəri isə benzin mühərrikinə kömək eləyir. İkinci nəsil Insight-dan fərqli olaraq burada hibrid konstruksiyası paralel hibrid deyil. Burada artıq Atkinson dövrləri ilə işləyir mühərrik, yəni təxminən Priusun məntiqidir. Yəni mühərrik ehtiyac olmadıqca elektrik hesabına gedir. Daha sonra artıq ehtiyac yarananda benzin mühərriki işə düşür. Benzin mühərrikinin sıxılma nisbəti 13-dür. Bu da o deməkdir ki, bu mühərrik əslində 98 oktanlı benzin tələb edir. Lakin bu avtomobilin sahibi 92 oktanlı benzinlə idarə edir maşını və şəhər daxilində yanacaq sərfiyyatı da 4-5 litr bu civarlardadır. Yəni olduqca qənaətçil mühərrikdir. Dözümlülük məsələsinə qalanda da mühərrik olduqca dözümlü mühərrikdir. Resursu 300 min kilometrdən çoxdur. Yəni baxır sizin mühərrikə qulluq etməyinizə. Problemlərə qalanda yadınızdadırsa Honda Insight-ın ikinci nəslinin restylinqində yağ yemə problemi var idi. Bu motorlarda bu problem olmur. Burada ola biləcək şeylərdən biri silindrə yanacağın birbaşa püskürdülməsi sistemi ilə təchiz olunmuş motorlarda giriş kollektorunda yaranan karbon çöküntüsüdür. O da problemli bir şey deyil. Sadəcə təmizlətdirirsiniz və yenə də sürürsünüz. Və bəzi sürücülər qeyd edirlər ki, biraz səsli mühərrikdir, vibrasiyalar və s. olur. Amma bunlar yəni böyük bir problemlər deyil. Yəni mühərrik olduqca dözümlü mühərrikdir. Kifayət qədər resursu da var, olduqca da qənaətçildir. Dinamikası da pis deyil şəhər rejimində. Düzdür, bu maşın dinamik sürüşlər üçün nəzərdə tutulmayıb, amma yenə də şəhər rejimində kifayət qədər bəs eləyir. Avtomobilin açarında uzaqdan xodlanma funksiyası da var və açarsız giriş sistemi də var. Hal-hazırda avtomobil işə düşüb, lakin benzin mühərrikinin səsi yoxdur. Hərəkət eləmək üçün sadəcə drive düyməsinə basırıq və hərəkətə başlaya bilərik. Hal-hazırda yalnız elektrik mühərrikinin hesabına gelirik. Bir qədər sürət yığdıqdan sonra artıq benzin mühərriki də işə düşür. Hal-hazırda biraz nahamar yoldan keçəcəm. Mən sizə deyim ki, ikinci nəsil Insight-a baxanda avtomobil xeyli yumşaqlaşıb. Düzdür, ən yumşaq maşın deyil, amma istənilən halda komfortludur. Üstəlik səs izolyasiyasını da qeyd eləmək lazımdır ki, yəni ikinci Insight-a baxanda buradakı səs izolyasiyası daha yaxşı səviyyədədir. Sağa dönmə işığını yandıran kimi əsas monitorda arxa görüntü əmələ gəlir və işıq sönəndə hardasa 2 saniyə qalır, sonra yenidən görüntü sönür. Bu əslində yeni Hondaların demək olar ki, bütün modellərində var, yəni təhlükəsizlik baxımından yaxşı bir funksiyadır. Hal-hazırda düz yolda gedirik, normal rejimdə gedirik, lakin sport rejiminə keçirə bilərik.
Sport rejimdə artıq avtomobilin qaza reaksiyası yaxşılaşır, biraz kəskinləşir. Baxmayaraq ki, bu avtomobildə variator tipli sürətlər qutusudur. Düzdür, bu klassik variator deyil, elektron variatordur. Elektron variatorlar adətən daha dözümlü olur klassik variatorlara baxanda. Hansı ki, biz bunu Priusların bir çox modellərində görə bilərik ki, olduqca uzun ömürlüdürlər. Sadəcə bu variatorların yağını dəyişməyə lazımdır. Hardasa 50.000, 60.000 kilometrdən bir və bu sürətlər qutuları isə heç bir problem yaratmayacaq. Gedə-gedə yəni elektrik rejiminə keçə bilərik. Hal-hazırda yalnız elektriklə idarə edirik avtomobili və sürətlər panelində artıq hibrid tərəfinin göy xəttini keçən kimi, məsələn, gördüyünüz kimi artıq benzin mühərriki işə düşdü və elektrik rejimi sönür. Bu avtomobillər yalnız elektrik hesabına da gedə bilir, benzin və elektrik mühərriki bir yerdə də işləyə bilir. Lakin daha yuxarı sürətlərdə, məsələn, magistral yollarda, hansı ki, sizə sürətlənmək tələb olunur, elektrik mühərriki tamam sönə bilir və yalnız benzin mühərriki ilə hərəkət edə bilirsiniz. Sürətimiz azalan kimi yenə də elektrik rejiminə keçirik. Sürətlənəndə yenə də o boz xəttə çatanda artıq yenə də benzin mühərriki işə düşür. Bu klassik rejimdə sürətlənmə demək olmaz ki, yüksək səviyyədədir. Nə də olsa bu avtomobil sürət üçün nəzərdə tutulmayıb. Bir də sport rejimdə yoxlayaq. Sport rejimdə sürətlənmə artıq daha yaxşıdır. Avtomobilin fikir verdinizsə, biraz səsi də dəyişdi. Yeganə bəlkə də hibrid avtomobillərindən biridir ki, sport rejimdə bir fərq hiss olunur. Hal-hazırda biz aktiv cruise kontrolu da işə salmışıq və qabaqdakı avtomobil hərəkət edəndə bizim avtomobilimiz də ona əsasən hərəkət eləməlidir. Yoxlayaq. Hal-hazırda mən qaza basmıram. Avtomobil özü sürət yığır. Eyni zamanda biz qarşıdakı avtomobillə məsafəmizi də tənzimləyə bilirik. Yəni uzaq və ya yaxın. Uzun sözün qısası, əgər siz özünüzə xarici görünüşü normal olan, salonu geniş, qənaətçil və müəyyən qədər də dinamikası olan bir avtomobil istəyirsinizsə şəhərdə sürmək üçün, eyni zamanda büdcəniz hardasa 30-35 min manatsa, Honda Insight'ın 3-cü nəsli ala biləcəyiniz ən yaxşı avtomobillərdən biridir. Bu qədər dəyərli izləyicilər, gələn videolarda görüşənədək kanala və sosial media hesablarımıza da abunə olmağı unutmayın. Sağ olun.